Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Esselamu aleykum mühtərəm müsəlmanlar, əziz izləyicilər. Bu videoda danışmaq istədiyim mövzu tövbə etmək barəsindədir. Allah subhanahu və teala öz elçisinə xitab edərək belə buyurur. Qul ya ibadiyəllezine əsrafu alə ənfusihim, la təqnətu min rahmətillah, innallaha yəğfiru zunubə cəmi'a, innəhu huvəl ğafurur rahim. De, ey günahlar ilə özlərinə zülm etmiş qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayandır. Həqiqətən o bağışlayandır, rəhimlidir. Bəzi insanlar var, elə düşünür ki, ibadət əhli, Allahın sevdiyi əməlləri edən və günah işlərdən uzaq duran insanlar bu vəziyyətə, bu hala günah etmədən nail olmuşlar. Və özlərinin də çoxlu günah etmələrinə baxaraq deyirlər ki, artıq günahımız çoxdur, tövbə etməyimizin bir faydası yoxdur. Allah subhanahu wa ta'ala elə günah edən insanlara, çoxlu günah edən insanlara xitab edir bu ayədə. Deyir ki, Allahın rəhməti, mərhəməti genişdir. Allahın rəhmətindən ümidinizi üzməyin. Yəni, yetər ki, insanlar günahlarından tövbə etsin, günahlarından qayıtsın. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə belə buyurur. Kullu bəni Ədəm xattaun və xayrul xattain ət-təvvabun. Hər bir Adəm evladı xəta edəndir və xəta edənlərin ən xeyirlisi, günah edənlərin ən xeyirlisi günahlarından tövbə edib qaydandır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir Adəm evladı günaha düşür. Yəni, günaha düşməmək şansı demək olar ki, insanın yoxdur. Ona görə də günah edən insanların ən xeyirlilərindən, yəni hər bir Adəm evladı xətaya, günaha düşürsə və bunların da ən xeyirlisi olmaq üçün nə eləmək lazımdır? Rəbbinə qayıtmaq, o günahlardan tövbə etmək lazımdır. Tövbənin də şərtləri var. Onun haqqında da inşallah növbəti videolarda danışacağım. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.